gelmişdim. Gelmişik Laçına. Yəni gəldik bu gündən Laçına. Alqor kəndindəyik. Bu gündən babam gilin məhəlləsindəyik. Burada anamgil burada böyüyübdü. Burada oynayıblar. Amma sonra keçdilər. Tam uşaqlıqları burada keçmişdi. Burada tam uşaqlıq keçmiş. Orada oynayırdılar. Amma bura hələ evlərdi. Evləri burada qalırdılar. Mənə dedilər ki, burada bir hamamıydı ya da təndir. Tam bilmirəm. Bura elə edirlər. Burada əşyalar qaldı. Qazanlar qaldı. İçində daş falan var deyə qalırdı. İndi gəlib çəkib bir dənə sən buranı. Onun sərini çək, səri görüşsün. Həqiqətən də bu gözəllikli məkanları erməni ordusu bu günə qoyurdular. Gətirib əşyalarını, yediklərini, içdiklərini atıblar. Həqiqətən də görürlər, şərafdan alırlar, zəhərlərini sərdən atırlar. Buralara gəlmirərlər, irəliyə də gedək, orada da çıxır. Həqiqətən də bura baxın görə, bura videoda burada oynayıblar, həm məhnələr həm də oynayıblar. Burada da ermənilərdir. Türkçəni incədir. Baxın, çox Türkçəni incədir. Burada belə bir oynayıblar. Dostlar, burada oynayıblar. Orada başqa dağılmış evlər var. Gətirib qəbir sandığın sırtlarına atıblar. Qəbir sandığın darvazası atıblar bura. Yəni, mən bilmirəm. Mən bunu bilmirəm. Qabaq sonra gəlsizə göstərir. Mən də gəldim buranı dedim çəkərik. Videonu söndür. Hə dostlar, hər şeyi məlumat aldım. Buralar deməli onların hamamları olubdu. Burada pəyələri olubdu. Artıq pəyələr dağılıb falan bura. Buranı mətbəx kimi istifadə edirlər. Həqiqətən dopu orada qalıbdı. Əgər görə bilirsinizsə dokunu orada vedrələri, stolda, masada falan milan qalıbdı. O da çəkildi. Ehtiyatlı olunla yıxılarsan. Burada setka falan qalıbdı. Burada onların pəyələri olubdu. İndi burada burada onların vedrədir, təkər var, elmən təkər var. O vaxtlar babamın deyib ki, Yevropiya erməni gətirir. Burada o belə keçə cəmat benzin falan yığır etsinə geçə belə. Tam bilmirəm, kənd yerlərinə deyə bax onu gətirib atdılar bura. Oraları pəyə olub, indi pəyələrdir, pəyəni göstərəcəm. Ermənilər dağıdıbdır. Burası pəyə idi. Danışa bilərsiniz. Burası pəyə olubdur. Burada özlərinə bağışmışlar. Meyvə, armud, alma, gilana, halsa, kartol, soğan. Burada əkilmişlər. Və burada özünüz baxanda bilinir ki, burada heyvan da yaşamalıdır. Yerə baxanda özünüz də bilirsiniz ki, üzrükdən mal başa düşdünüz yəni. Burada deməli, burada belə bir setka yoxdur. Böyle setka yoxdur. Sonradan ermənilər özləri belə bir deməli, bura qabaqdır. Burada qabaqda valideynlərim oyun oynayıblar. Valideyn deyəndə yəni artıq anam o vaxtlar 7-8 aylıq idi. O vaxt mənim xalam, bir də ki dayım deyirdilər elə. Onlar oynayıbdı burada oynuyormuşlar. Sonradan ermənilər bura hasar hörüb. Belə hasar ölüb özlərinə. Burada donuzdan, inəkdən yığıb saxlayırmışlar. Özünüz də görəndə bilirsiniz ki, burada qalqara saxlanmışdır. Burada kola çıxardı falan oldu. Çünki ermənilər çıxdı. Dəmir qaldı, yəni içinə balıq falan qoyulur, ondandır. Özünüz də bura baxanda bilin ki, bunun içinə suyu doldurur. Bəlkə tam bilmirəm. Burada yeməklər, tam suların verirlər demək ki. Sonradan buranı da çəkib buranı da atdılar. Buranı göstərdim amma yenə də. Çox insanlar həqiqətən
Həqiqətən də mənə çox şərəfsizlik ediblər. Həqiqətən düz bir şey eləməyiblər, həqiqətən. Düz bir şey eləməyiblər. Bizim yaşadığımız yerləri, bizim qaldığımız məkanları gəlib bu günə salırlar. Tam kimisə məhlətlə girməyə istəyirlər. Amma bir onu dayandır. Hə dostlar, burada babamın həmsi oğlunun Şahin müəllimin evi olubdu. Buradan bir şey qalıbdı. Yəni bura belə abidə kimi belə görüşür, yəni mənə görə belə görüşür. Amma buranın da heyfsi bizimlə dağlar. Yəni bu yüz olduğuna görə çox gedəməyəm. Mən də sinəni görəsiniz deyə belə eləm. Həqiqən baxın. Burada qalıblar, yaşayıblar, ferma falan, Milan. İçəridə krestozlar qalıbdır. Burada indi görəm dəmir falan var içəridə. Su falan qalıbdır içəridə. Hatta hamısı qırıq-qırıq olubdur. Erməni gətirib kəsibdir hamısını. Çox şərəfsizlik ediblər. Həqiqətən də Kanasisiyadır. tam bilmirəm. Orada baxın çarpay yataq qalıbdır. Kimisə yatağı olubdur. Hə. Bir ondan nə? Sağ olun dostlar. Görüşərik. Səhər edin. Sağ olun. Sağ olun. Dostlar indi də gəldik bura su içməyə. Ya Allah. Adını tanımam. Hoppa. Dostlar kanala abunə olub like atın siz. Biz də gedək aşağılara su içək. Tam bilmirəm. Amma gedirik. Kime geldi? Algınlı. Bir tane bulan kalmıyor, hamısı kuruyor. Su bir dənə qalmayıbdı. Su quru. Yox gedib damacı qalıbdı. Nə var? Burada qalanlar da. Haramlayıp çıkıp yedim. Bu da senin kızdırma bulağın. Hanım, ver çek. Baxın bir dəqiqə. Bir dəqiqə buranı göstərim dostlar. Baxın. Hə. Suya baxın. Doldur, doldur. Ne su deyil. Oo, amma bu su kimidir. Adını. Fikir boğazın ağrıyor. Bu su kimi qısa sudur. Tərtəmiz. Müəllim getir de. Deyirmən buranı. Ay ay. He, o bir bulağımız budur, kuruyup yoktu. Az. Dostlar. Baxın bu ermənilər gülməyini yormadı çəkir. Oho, hem de. Ermənilərə nəsə üçün. Baxın bütün suyumuzu qurudub nə hal Adamını da kas. salıblar. Su gürgəli deyirlər. Məsələn, papağım burada. Saxlayıb içim. Açı yok, suyu vermem. Gelip bir Adamı götür. Bunu götürün. Ama gün batıp atma geri karanlık içinde çığırana köyeceğim. Allah. Neyse dostlar. Xarla həqiqətən də mən icazə verirəm ermənilər sözçüyünü yazın yorumlarda. Çünki bəzən sizi qoyum çox sana qoymurdum videolarımı sözçüyə. Amma bu dəfə qoyuram. 6 dəqiqə o, 4 dəqiqə, 2 dəqiqə də bu edir 8 dəqiqə, 12 dəqiqə falan. Desəm yaxşı olur. 12 dəqiqə. Ha. Hə dostum. Burada insanlar var diye onu göstermeyeceğim. Hakikaten de büyük bir şerefsiz değil. İlerleri biz gittik, geldik Sabulaq falanı. Oralar çəkmədim ama çəkəcəm dostlar. Hələlik videonu söndürürəm. Onsa kap kutdan birləşdirmək olur dostlar. İleride görüşərik. Hə dostlar gəldik. Ben de başka yerlere. Ermeni hakikaten bütün əziyyətimizi mən baktım. Bu iyi. Çok benim baktıktan yazığım gəlir. İçimden gəlir elə ermənləri söyündə dostlar. Yəni həqiqətən görün bu evi nə günü hal nə hala salıb. Ada bu evin içində raket olar. Ben olubdu. Baxın da bir baxın. Görün bu gözəllikdə məkanları. Bu Şakir müəllimin belə deyirlər. Şakir babadır. Şakir müəllimin bağı olubdu.
Bəli. Ha. Orada yer var. Gösterdim size. İndi gedirəm. Aynen. Gedirəm. Böyle bir mekanda. Hakikaten de pis şeyler yaptım. Güzel. Dostlar dağıttıqlarına baxmayaraq da öz-özlərinə ama ağaçlar var. Oradan dostlar geldik. Səhər tezdən durdum ayağa. Her şey eşyalarım falanla her şeyim hazır, her şeyimiz hazırdır. Getməyəcəyik amma bu səhər gedək, bugündən gedəcəyik. Dostlar qabaqda Xan kəndinə zazda gedəcəyik, Şuşa falan, Milana gedəcəyik. İndi biz bu gecə harda qaldıq? Deyəsən maşında qaldıq, maşında qalmadıq, vagonda qaldıq. Belə bir kirayə və belə bir yaşamaq üçün belə bir vagonlar üçün. İçəridə belə bir insanlar yataqlar var. Biz bunu birləşdirdik ki, bacım, Nilay, anam və mən bir yatdıq. Çünki yer az idi. Ona görə də yerlə yatdıq. İndi oturub səhər yeməyimizi yeyirdik. Valideynəm hani yeyir, mən yeyib qutardım səhər yeməyimi. Nilay da qabaqdan gəlir. Yoxsa həqiqətən də uzun aradı, çox belə uzun çəkmədim. Çox uzun çəkəmirəm. Nilay yanıma YouTube kanalı 16 dəqiqəlik videonu qəbul eləmir. Yorumlarda yazın görüm. Necə düzəldə bilərəm. Ki, başa salın artıq tinəklərə çıxmışıq. Bu videomu da tinəklərə çıxacaq. Dostlar, hamı yorumlarda yazsın ki, Allah şəhətlərimizə rəhmət eləsin. Başqa hansı sözləri əkləmək istəyirsinizsə əkləyə bilərsiniz. Amma xahiş edirəm, hamı Allah şəhətlərimizə rəhmət eləsin. Biz onlara görə buradayıq. Təşəkkür edirəm İlham Əliyevə ki, təşəkkür edirəm həqiqətən İlham Əliyevə də təşəkkür edirəm. Heydər Əliyevə də təşəkkür edirəm. Artıq biz öz yurdumuzdayıq. Biz öz yaşadığımız yerdəyik. Ana yurdumuzdayıq, ata yurdumuzdayıq. Mən anam da Laçınlıdır, atam da Laçınlıdır. Gəldik say Laçında. Babam tanışıydı. Gəldik burada 50 manat verdik Laçında. Özüm də şokdayım. 50 manat nə deməkdir ki? Bir ota bir günü 50 manat dostlar. Həqiqətən də bu düşmən ordusu bizi çox pis günə qoydu. Tam bilmirəm necə danışım, yəni 6-8 dəqiqə video çəkirəm. Az çəkirəm, tam çəkə bilmirəm dostlar. Həqiqətən də bu ermənilər çox pis davranıblar. Sonra görüşərik. Dostlar, indi də gəldik. Cıdır düzündəyik. Bəli. Cıdır düzündəyik hal-hazırda. Maşın çıxartdım, biraz mənə qaşındırır. Bu da sizin Cıdır düzünüz dostlar. Gəldik Cıdır düzünə. Çox maraqlı bir yerdir. Camaat orada oturur. Uzaqlar baxır. Həqiqətən də çox gözəl yerdir. Gəldik uzun aradan sonra. Gəldik Cıdır düzünə. Gedəyim Cıdır düzümüzə. Görəyin nə olacaq. Sonra gedirəm Şuşa qalasına, əgər gedə bilərsinizsə. Birinci Cıdır düzündə. Yaxşı. Deməli, gözəl yerdən baxanda. Bax, bir qəşəngdir ya. Yollara bax. Baxın dostlar. Yalnız gir kanala abunə olub, like atın. Hamdın yolundan oxuyacam. Burada nə qədər dövüşlər gelirdi. Hamısı yamanlara. Burada mina. Burada mina tapılıbdı belə. Burada belə bir dərə var. Eğer insan sürücü orada ölür. İnşallah işte bunlar. Geldik dostlar. Abone olun. Gez onun abone olup like atın, size göre geldik. Sizin için buralardayız dostlar. Hiç telefon alıp bakabilmeyeceğim. Bu altı inan kanalı. Ama indi qoyalım. Hamınız girsin kanala abone olup like atsın. Kanala abone olun tez. Ben de buraları gösteririm size dostlar. Ham girsin kanala abone olsun ha. Ben gözləyirəm. Azərbaycanlı.
Eşk olsun. Yorumlarda yazın da xahiş edirəm. O tərəf. Mən qalxıram. Burada var belə. Gedərək yoxlara. Eldağa getməyək də. Yıxılarıq. Size baba tapıram. Burada var. Ara belə. Dostlar size o hissələri göstərəcəm yavaşdan. Skilip kanalına abunə olub like atın. Mən də bu gözəlliyi göstərim. Doğmuyor. Neyse gəldik. Hoppa. Orada həqiqət. Qorxuldu. Baxın da bir. Hələ enerji. İndikcə indən. Çok korktum. Ondan sonra çıxmaq var abi. Ne ayağım? Birinin ayağı üstə. Ne kadar səhv gəldim. Dostlar səhv gəldik. Çıxıram yuxarı, kanala abunə olub like atmayı unutmayın. He. Mal dönerim. Size dönemem yapacağım. Çok korkuyorum. Gelin nene. Dostlar. İlerler göstereyim. Çok korkuyorum aşağıya. Böyle de dinlediler. Şunu senin. Bakın. Dikkatle bakın. Allah'ım olsun size. Çıktım. İndim aşağı. Oradaydım. Banam. Yavaş tıkmak. Babak beni çok kaşındır mesela. Muhtemelen başım bunu gelir. Sonra devam. Burada. Size görüyorum. Yollar getirip dolma kaplamıyorum. Bu zaten olmaz. Baby. Dostlar. Buranın hərbiçilərimiz çıxıb edir. Maşallah. Yani TikTok videosu çəkəcəm. Burada hərbiçilərimizin çıxdığı məkandır. Yazıq. İşte TikTok videomu çəkdim. Dostlar. Mən də gözlüyüm. Dəqiqə. Dostlar yavaş indən aşağı. Bu təbiyə baxalım. Özünüz baxarsınız. Mən neyinirəm? Mən niyə baxım? O dədiyə. Baxana qorxuram. Məndə qorxum var. Bunlara bax. Buraya gedirlər. Dostlar. Oxuyun. Yazıqla buradan çıxan. Xətəqə. Oralardan yenisiler o qayalar. Oradan yenis geldi. Baxın indi onlar deməli o qayalardan eniblər, aşağı eniblər. Buradan çıxırlar yuxarı. Çıxıb ora gəliblər 44 günü Mariyanın arına yerə gedir. Oğlum kızım öyle burada. Gəlin yavaş. Çıxıb gedin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlıq versin. Xahiş hamı yaxşı günlərdə. Şükür. Sen de kendinsen. Bak buradan burada. Dostlar çıxıram.
Hani sigara. Aha. Sen 63 yaşında Buranın paraları. Dört ya. Çıkırıq. Hani zıdır düzüne. Allah. O da zıdır düzündeydi. Biraz aşağılara. Yıkıla bilərik. Nasıl? Oh! Çıxdıq dostlar. Çıxdıq yuxarıdayıq. Yaşasın. Xankəndi. Görüşürüz burada. Buradan çıxıblar. Buradan çıxıblar. Buradan ata. Azərbaycan ordusu buradan çıxıb. Buradan Xankəndiyə güllələyirdilər. Gördünüz. Namaz atam da hərbiçidir. Allah. Nə? Hani? Gel. Bu da mina var. Ben de mina değilim. Hə dostlar. Gelin kanala abone olup like atın. Biz yolumuzu gedirik. Orada hərbiçilər var. Bizi kurtaranlar. Bir dakika. Hamda sana dostlar. Yeniden karşınızdayım. Yeniden. Hə dostlar artık geldik. Əskəran qalasına. Qədimdə Əskəran adlı bir kişi olmuş. Özünə belə bir qala düzəlmişdi. Qalanın yarısı dağlıqdır. Yarısı da orada yaptı da. Hə, arxaya baxsaq, orada da var, amma orası birləşikdir, yəni sənin insanlar var, gəzirlər, bir bura görərsən, bir ara bura görə bilərsən. Hə dostlar, burada oturub özləri üçün yer qurmuşlar. Bax, buralar elə qarə Neyse dostlar biz gedirik Bəşə. Gələn videoda görüşərik. Eğer ileride bir yerde düşüp falan eləsək, yeniden video başlayacağım. Dostlar sağ olun. Salamat qalın, görüşərik. Hələlik.